اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. نحمده ونشكره ونستغفره ونستعينه نتوكل عليه ونتوسل إليه، والصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفيعنا مولانا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد. ثم الصلاة على عطرة المكرمين وسيما بقية الله في الأرضين ولان الدائم على إداهم أجمعين من الآن إلى قوم يوم الدين. رب اشرح لي صدري ويسر أمري واحلل عقدة من لساني يفقهوا قولي. Bildiğimiz kimi biz Əyyam-ı Fatimiyyə günlərindeyiz. Birinci əzadarlığımızı sona çatdı. Qaldı ikinci əzadarlıq. İnşallah qismət olarsa ikinci əzadarlıqlarımızı yaşayacağıq. Əyyam-ı Fatimiyyə günlərində məsciddə olmağı tövsiyə edirəm hər birinizə. Ola bilsin ki, kiminsə işi çıxar, kiminsə imkanı çatmaz, gedə bilməyənlər evdə oturub ibadətini eləyə bilərlər. Yaxşı olar ki, bu fürsəti əldən buraxmayaq, ibadətimizi əldən buraxmayaq. Sonra mərsiyələr oxuyaq, xutbələrə qulaq asaq, Quran oxuyaq. Xanım Zəhra anamızın şəhadət günləridir. Ona görə də layiqincə ibadətimizi eləyək ki, Xanım Zəhra anamızda da ruhuna da xoş getsin. Allah bizləri Əhl-i Beytdən, Allah bizləri İslamdan ayrı salmasın. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh. Sağ olun, hər vaxtınız xeyir olsun inşallah. Allaha pənah aparın inşallah. Əyyam-ı Fatimiyyə günlərində görüşmək ümidi ilə ikinci əzadarlıqda. Sağ olun.